Balaş cizgi serialını ilk dəfə həssas əhali qruplarından olan uşaq və yeniyetmələr izlədilər. Premyera Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı çərçivəsində baş tutdu. ARB Günəş televiziyasının direktoru Məhsin Məhsimov bildirdi ki, televiziya daim uşaq auditoriyası üçün dəyərli və orijinal layihələri icra edir. Onun sözlərinə görə, yerli cizgi və animasiya filmlərinin istehsalı uşaqların milli mənəvi və ailə dəyərlərinə uyğun böyüməsi üçün olduqca vacibdir. Balaş serialı növbəti mövsümdən ARB Günəş televiziyasında yayımlanacaq. Çox şadam ki, ölkənin ilk cizgi serialını məhz biz həssas kateqoriyadan olan uşaqlara nümayiş elədik ilk olaraq. Maarifləndirici bir cizgi serialdır və ümidvaram ki, balaca tamaşaçılarımızın xoşuna gələcək və onu sevə-sevə izləyəcəklər. Ölkənin ilk animasiya serialının təqdimatının məhz Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində reallaşması təsadüfi deyil. Çünki mərkəz 4 ilə yaxındır ki, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv dəyərlərin təşviqi istiqamətində ardıcıl innovativ layihələrə imza atır. Balaş animasiya filmi də bu missiyaya mühüm töhfə verəcək. Maraqlısı odur ki, burada milli dəyərlərə, ailə dəyərlərə, dostluq münasibətləri necə qorunmalıdır? Ümumiyyətlə, bax, belə bir məqamlara çox detallı, çox həssas toxundu. Ona görə də, yenə təkrarlayıram, belə bir cizgi filmlərə doğrudan da ehtiyacımız var və mütəmadi olaraq olsun. Cizgi serialının rejissoru və animatoru Sultan Abbasbəyli, ssenari müəllifi Reyhan Yusif qızı, həmçinin müxtəlif personajları səsləndirən fəxri mədəniyyət işçisi Rəhim Rəhimovdur. Yaradıcı heyətin üzvləri qeyd etdilər ki, bu cizgi filmi sadəcə bir əyləncə deyil, serial uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayan məzmunu ilə seçilir. İndiki müasir uşaqlar çox öyrəşiblər. Deməli, dinamik cizgi filmlərinə, aqressiya falan onlar çox baxırlar. Məsələn, məşhur cizgi filmləri var ki, onlar bir növ virus xarakterlidir. Yəni uşaqları aqressiya yönləndirir, amma bizim Balaşda elə deyil və Balaş həm maarifləndirici, həm əyləncəli animasiya serialıdır. Təqdimat mərasiminin sonunda ARB Günəş televiziyası uşaqlara uşaq ədəbiyyatından müxtəlif mövzularda kitablar hədiyyə etdi.